Tarixə xronoloji baxanda bir detal dərhal diqqətimizi çəkir. ABŞ-nin hədəfli zərbə strategiyası zamanla texnoloji cəhətdən çox dəyişib, işğal əməliyyatlarından pilotsuz dron zərbələrinə qədər. Xronoloji ardıcıllıqla ABŞ əməliyyatları nəticəsində öldürülən və ya devrilməsi ABŞ müdaxiləsi ilə baş verən liderləri təqdim edirik. 1989-cu il Manuel Noriega. 1989-cu ildə ABŞ Just Case əməliyyatı ilə Panamaya müdaxilə edib. Nəticədə prezident Manuel Noriega saxlanılaraq ABŞ-yə aparılıb. O, narkotik qaçaqmalçılığı və digər ittihamlarla ABŞ məhkəməsində mühakimə olunaraq həbs edilib. 2003-cü il Səddam Hüseyn. ABŞ rəhbərliyində koalisiya qüvvələri 2003-cü ildə İraqa müdaxilə etdi. Səddam Hüseyn devrildi. Həmin ilin dekabrında saxlanıldı və 2006-cı ildə İraq məhkəməsinin hökmü ilə edam edildi. Onun ölümü birbaşa ABŞ tərəfindən həyata keçirilməsə də, hakimiyyətdən uzaqlaşdırılması Vaşinqtonun hərbi müdaxiləsinin nəticəsi idi. 2011-ci il Osama Bin Laden. 2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində Əl-Qaidə lideri öldürüldü. Əməliyyat prezident Barack Obama administrasiyası dövründə həyata keçirildi və 11 sentyabr hücumlarına cavab kimi təqdim olundu. 2011-ci il Ənvər Əl-Əvlaki. Yəməndə ABŞ pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində öldürüldü. Bu hadisə xüsusilə mübahisəli idi. Çünki Əl-Əvlaki ABŞ vətəndaşı idi və məhkəməsiz hədəfə alınmışdı. 2011-ci il Muəmmər Qəddafi. Liviya böhranı zamanı NATO qüvvələrinin hava əməliyyatları nəticəsində rejim zəiflədi. Qəddafi müxalif qüvvələr tərəfindən ələ keçirilib öldürüldü. ABŞ birbaşa qətli törətməsə də, hərbi müdaxilə rejimin süqutunda həlledici rol oynadı. 2026-cı il Nicolas Maduro. Venezuelanın keçmiş prezidenti ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən 2026-cı ilin yanvarın 3-də ölkədən ələ keçirildi və ABŞ-də həbs edildi. 2026-cı ilin fevral ayı İran ali lideri Seyyid Əli Xameneyi. 28 fevralda İsrail və ABŞ-nin İrana ani hərbi müdaxiləsi dünyanın əsas gündəminə çevrilib. ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində ölkənin ali rəhbəri Əli Xameneyi öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən də təsdiqlənib.